İblis dedin? Bəli, iblis! Sen geceler yat ay kurban. Yat. Biz bir şeyhan vurma. Yattım, yatmadım. Hemen ağlım başımdadır benim. O kıza beletsen, pastalyon kıza. Milliye, neyine beled olmalıyam onun? Çok şirin uşaqdır. Ha, indi mən sana deyim. Necə dəhşətli bir iblis, bardaş qurub oturub o uşağın içində. Milyonerdir, o şirin uşağın. Milyoner? Özü də necə? O evdə, qapıdan girən yerdə, sol duvarın dibində sandıq var. Nə saxlasa yaxşıdır o sandığın içində? Pul? Məktub, Mektup. Ne mektup? əskər məktubları. Necə yani? Heç nə başa düşmürəm ha qurban. Başa düşüləsidir ki, siqnal çatanda elə mən də səni kimi donub qalmışdım. Hələ yoxlamamışam, listə çəkməmişəm. Aldığım məlumata görə belədir ki, 2 ay, 3 ay birinin məktublarını yığıb saxlayır. Sonra təzə məktub gələndə, aparıb verir, muşluq alır. Kəlağayı, şal, paltar, aparıb satıb pula çövürür də. İnanamıram ha qurban. Bunu ancaq cəllad eləyə bilər. Cəllad yox, iblis dedim mən İsfəndiyar ki. Özü də əsassız demədim. Əhvalımı dəyişdi bu xəbər. Bəlkə çağırtdıraq. Yox, yox, ağsaqqal. Qarışma mənim işimə. Öyrənməliyəm görün bu uşağı kim bu cinayətə təhrik edib. Gələrsən, dalını idarədə danışarıq. Hə! Sabahın xeyir Sura xala. Ağbetin xeyir oğlum. Milli evdədir. Milli yatır. Yaman yorulur yazır bana. Tezden poşta yürür, vağzala, oradan düşür çöllere mektup paylamak. İşin çok vacip değilse gözle. Söz yuxusudur, kıymıram o ya. Koy gelsin ayana, yatmıram. Gel gel. Sabahın xeyir. Sağ ol. Ala bunu. Çörəyi ver vağzalda. Hardan səni belə fanar? Əskərlər bağışlamışdılar. Zenişçilər. Yaxşı işi də satarlar. Satarlar. Bir-iki şey də var evdə. Sabah gətirəcəyim. Gətir. Çörək olur vağzalda. Sən niyə ayaqda durubsan? Gəl otur bizlə bir stəkan çay iç. Yox, yox, sağ ol. Məktəbdə belə mısmırıqlı deyildi.